Bu salatı kişilərə yemək qadağandır. Çünki bu gözəllik və cavanlıq salatıdır. Buna həm də retinol salatı deyirlər. Ona görə kişilərə vermin, imkan vermin ki, onlar sizdən cavan və gözəl görsənsin. Gizlincə hazırlayıb tək başınıza yeyin. Bir iri kökü götürüb onu tərəvəz soyanla bu cür rəndələyin. Eyni qaydada xiyarı da rəndələyin. Üstünə sevdiyiniz ədviyyatları tökün. Məndə acı qırmızı istiot idi. Qarışıq universal ədviyyatlar, duz, quru sarımsaq, siz təzə sarımsağı da tökə bilərsiniz. Göstərmişkən videoda istifadə etdiyim maqnitli ədviyyat qablarını mən Temudan sifariş vermişəm. İstədiyiniz yerə bunları yerləşdirmək olur və interyerdə çox dəbli görünür. İstəsəz linkini storydə paylaşaram. Sonra üstünə soya sosu və biraz da alma sirkəsini tökdüm. Və zeytun yağını da unutmuram. Üstünə katan toxumunu da tökdüm. Bu olmasa küncüt də tökə bilərsiniz. Bu salata retinol cavanlıq salatı da deyirlər. Çünki kökün tərkibində vitamin A çoxdur. Vitamin A orqanizmi daxildən cavanlaşdırır. Saç, dırnaq, dəri və gözlər üçün çox faydalıdır. Bu salatın tək faydalarına görə yox, dadına görə də çox sevdim. Siz də yeyin və cavanlaşın.